Deyirəm Məhdi dünyaya gəlsəydi, dünyadakı bu qədər mənfiliklər aradan gedərdi. Xəqan Məhdi yox, İmam Məhdi deməlisən. Çünki o bizim 12-ci imamımızdır. 11-ci imamımız İmam Həsən Əskəri əleyhissalamın oğludur. O ki qaldı İmam Məhdi əleyhissalamın anadan olmasına. İmam Məhdi əleyhissalam onsuz da anadan olub. Tarixi faktlara əsasən də İmam Məhdi əleyhissalam İmam Həsən Əskərinin oğlu olaraq Hicrətin 255-ci ilində Samirra şəhərində anadan olub. Və İnşallah Allahın təyin elədiyi bir gündə zühur eləyəcək. Bu haqda yetəri qədər Quran ayələri, hədislər var. İstər sünnə mənbələrində olsun, istərsə də şiə mənbələrində. Məsələn, sən bir dənə hədis deyim. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, yer üzəri heç vaxt höccəsiz, imamsız qalmaz. Ən gözəl hədislərdən biridir. Bu səhih hədisi qəbul eləsək, hal-hazırda əgər İmam Mehdi əleyhissalam dünyada yoxdursa, anadan olmayıbsa, yer üzərinin höccəti imamı kimdir? Qurana gəlincə, Quranda da imamət ayələri İmam Mehdi əleyhissalamın dünyada olduğunu, sağ olduğunu və müsəlmanların imamı olduğunu sübut edir. Bu mövzu barədə heç bir məlumatım yox idi. Onda İmam əleyhissalam dünyaya gəlib. Bəs mənə deyirdilər ki, o anadan olacaq hələ, anadan olmayıb. Kim deyirdi? Hər deyiləni qulaq asırsan ki. Kitablara bax, özün araşdır, öyrən. Hər deyilən qulaq asırsan, gələ gündə bir dənə əqidə dəyişəsən.